Hər vaxtınız xeyir uşaqlar. Bugün trapesiyan sahəsinə aid testlərin həllini izah edəcəyəm. Baxaq birinci suala. ABCD trapesiyasında ABD üçbucağının sahəsini 100 kvadrat santimetr verib ACD'nin sahəsini soruşur. Bunlar sahəcə bir-birinə bərabərdir. ABD'nin sahəsi ACD'nin sahəsinə bərabərdir. Hər ikisi 100 kvadrat metrdir. Səbəb odur ki, baxın, buradan ABD üçbucağının sahəsini tapsam, hündürlüyü yendirsəm, tərəf və tərəfə çəkilmiş hündürlüyü düsturundan tapa bilirəm. Yəni S bərabərdir 2'də 1 AH. İkinci üçbucağı yazsam, tutaq ki, buradan ACD'nin yenə hündürlüyü çəksəm, hündürlüyü də yenə bərabərdir. Bunun da sahəsi 2'də 1 AH-dır. Hündürlüklər bərabər, oturacaqlar bərabər. Baxın, bu üçbucaq və bu üçbucaq. Hər ikisi sahəcə bərabərdir. Ona görə də oldu 100 kvadrat santimetr. Keçək növbəti suala. İkinci sual. Yine ABCD trapesiyasında ABC 80'dir. BCD'ni soruşur. İndi baxaq. İkinci sualda deməli ABCD trapesiyasında ABC bərabər 80 kvadrat santimetr olarsa BCD'ni tapın. Yine ABC'nin sahəsi BCD'nin sahəsinə bərabərdir. Hər ikisi 80 kvadrat santimetrdir. İndi səbəbinə baxaq. Baxın, burada bir dənə BCD üçbucağı var. Bu körbucaqlı üçbucaqdır. Bunun tərəf və tərəfə çəkilmiş hündürlüylə sahəsini tapsam, buradan bir dənə hündürlük çəkirəm də körbucaqlı üçbucağın hündürlüyü. BC tərəfinin hündürlüyü çəkirəm. Burada baxın, bir dənə də BCD var. Bu ABCD, bir dənə də BCD üçbucağı var. Bunun da hündürlüyünü çəksəm, yenə bu da. Tərəf və tərəfə çəkilmiş hündürlüklər bərabər olur. Amma S bərabərdir 2'də 1 vur hündürlük vur BC tərəfi. Hər ikisinin sahəsi bərabər olur. Gecə növbəti suala. Üçüncü sualda deməli bizə veribdir. Trapesiya verib. Trapesiyanın sahəsini biz bilirik ki, oturacaqları cəmini, yarısını vururuq hündürlüyə. BC oturacağının deməli ölçüsü verib bizə 5 kvadrat santimetr. Yəni 5 santimetr. Çünki bir dənə deyir ABCD trapesiyanın sahəsində hər bir xananın sahəsi 1 kvadrat santimetrdir. Baxın, bir xana 1 kvadrat santimetr isə deməli bir xananın her tərəfi 1 imiş. Ona görə mən bunu 1, 2, 3, 4, 5 tərəfini 5 götürdüm. A'dan D'yə qədər yenə nə qədərdir məsafə baxaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Onda AD məsafəsi oldu 11 santimetr. Bir de bize hündürlük lazımdı. 1, 2, 3, 4. Hündürlük de oldu 4. H bərabərdir 4. İndi düsturda yerinə yazaq. 5 plus 11 bölü 2 vuraq 4. 16'nı böldüm 2'ye vurdum 4'e. 32. Cevap yoxdur. Bir də baxaq cevabı. Hə, var. Y variantı. Doğru cevap Y variantı. Dördüncü sualda oxşar sualdır. BC. B'den C'ye qədər məsafə 5 santimetrdir. A'dan D'ye qədər məsafə deməli 5. Bu da 4. 3, 5, 9. 9 santimetrdir. Hündürlüyü də 3, 5 verib 5 santimetr. İndi trapesiyanın sahəsini tapanda oturacaqları toplayıb yarıya bölüb hündürlüyə vururam. O da oldu 14 bölü 2 vuraq 5. 7'ni vurdum 5'e oldu 35. Doğru cevap D variantı. 5. sual. Trapesiya sahələri eyni olan parallelogram və üçbucağa ayrılmışdır. Bir dənə trapesiya çəkək. Bak, belə bir paralelograma ayrılıb. Sahələri eynidir. Parallelogram və üçbucağa ayrılmışdır. Trapesiyanın kiçik oturacağı 5'dir. Bura 5'dirsə, onda burada 5'dir. Bunların sahələri eynidir. Buradan bir hündürlük yendirsək, buradan da bir hündürlük yendirmiş olaraq. Bunun tərəfi A'dır, hündürlüklər bərabərdir, H. İndi biz tərəf və tərəfə çəkilmiş hündürlük düsturundan bu paralelogramı çəksək, olur bunun sahəsi nə olur? Deməli, tərəf və tərəf 5 vur H. Bəs üçbucağın sahəsini tapsaq, 2'də 1 A vur H.
H'lar eynidir getdi. 10 bərabərdir A-ya. A da deməli oldu. A oldu 10. A 10'sa trapesiyanın böyük oturacağını soruşur. Onun üstünə 5 gəlirəm. Böyük oturacaq oldu. 15 Y variantı. 6-cı suala baxaq. Üçbucağın A tərəfinə paralel olan düz xətt bu üçbucaqdan sahəsi üçbucağın sahəsinin 75%-nə bərabər olan trapez ayırır. Üçbucağı çəkək. Deməli, A tərəfinə paralel olan, deməli, bura yazsam, tutaq ki, oturacağı yazıram A. Bu A'dırsa, buna paralel olan düz xətt. Yəni, bunun orta xətt və yaxud da olmadığı haqqında heç bir məlumat vermir. Orta xətt, bu xətt, düz xətt, üçbucaqdan sahəsi üçbucağın 75%-nə bərabər olan trapezi ayırır. Tutaq ki, üçbucağın sahəsi S-dirsə, S-in 75%-ni tapıraq biz. O da olur 4'də 3 S. Deməli 4'də 3 S buradırsa, onda bura qalır 4'də 1 S. Deməli bu düz xətt həm də nəymiş? Orta xəttdir. İndi düz xəttin üçbucaq daxilində qalan parçasının uzunluğunu bizə verib 6. Bura 6'dırsa, onda orta xətti deyə A-nın qiyməti olur 12. Y variantı. Diagonalları verib bizə, böyük diagonalı verib 5. Böyük diagonalın uzunluğu 5, hündürlüyü 3'dür. Onda Pifagor teoreminə görə oturacaq oldu 4. Biz bilirik ki, düzbucaqlı trapeziyanın diagonalları qarşılıqlı perpendikulyardırsa, hündürlüyün kvadratı oturacaqlardan hasilinə bərabərdir. Onda 9 bərabərdir. 4 vur, tutaq ki, kiçik oturacağı bir M desək, M. M də bərabərdir. 9 böl 4. Trapeziyanın sahəsini soruşur. Buna görə də oturacaqları cəmini yarısını vururam hündürlüyə. Hündürlüyü də 3'dür. Bu da oldu 4'də 9 üstə gəl 16 böl 2 vur 3. Bu da oldu 8'də 25 vur 3. 8'də 75. 8'də 75'i də qarşı xəttə çevirəndə 9 tam 8'də 3. C variantı. 8-ci sualda oxşar sualdır. Trapeziyanın deməli düzbucaqlı trapeziyanın diagonalları qarşılıqlı perpendikulyardır. Oturacaqları verib trapeziyanın sahəsini soruşur. Yəni eyni düstur. H kvadratı M vur N. Oradan hündürlüyün kvadratı bərabərdir. Oturacaqları hasilinə H kvadratı oldu 36. Onda hündürlüyü oldu 6. Sahəni tapmaq sadələşdi. S bərabərdir. Oturacaqlar yəni 12 üstə gəl 3. Oturacaqlar cəminin yarısının hündürlüyü hasili. Orta xəttin hündürlüyü hasil deyirik də biz buna. 15'i də vururuq 3'ə. Oldu 45. Y variantı 8'den. 9-cu suala baxaq. ABCD trapeziyasında ABCD'ye paraleldir. AD BC'ye kongruentdir. Deməli BD BC'ye perpendikulyardır. AB 16, CD 34. Trapeziyanın sahəsini tapın. İndi trapeziyanın şəklini çəkək. Baxın ABCD trapeziyasında bizə dedi ki AB ilə DC paraleldir və AD BC'ye kongruentdir. Sonra deyir ki BD diagonalı BC'ye perpendikulyardır. BD diagonalı bura perpendikulyardır. AB 16'dır. CD 34. Mən deməli hündürlüyü endirsəm yuxarıdan trapeziyanın sahəsini tapmaq üçün bizə oturacaqlar var, hündürlüyü lazımdır. Hündürlüyü endirirəm. Onda buradan da birini endiririk. Məlum məsələdir ki deməli 16'dırsa 16'nın qarşısı da 16'dır. Ümumi oturacaq deməli 34 idi. 34'dən 16 çıxdım, qaldı 18. 18'i mən 2 yerə bölürəm. Oldu nə? 9 9. Deməli bu isə oldu 9. Bu da oldu 9. İndi baxın, düzbucaqlı üçbucaq var burada. ABD düzbucaqlı, ya DBC düzbucaqlı üçbucağı. DBC düzbucaqlı üçbucağında mən buna bir hündürlüyü desəm, hündürlüyün kvadratı böldüyü hissələrin hasilidir. H kvadratı emin. Baxın, hardan hara kim deyirəm. Və belə. Bu hissə ilə bu hissənin hasilidir. Onda yazıram. Hündürlüyün kvadratı deməli H kvadratı bərabərdir. 16 ilə 9'un cəmi 25. 25'i vururam 9'a. H da bərabərdir. 5 vur 3, 15. İndi trapeziyanın oturacaqları var, hündürlüyü var. Deməli, oturacağım biri 34, digər 16, bölürəm 2'ye vuram hündürlüyü 15'e.
Bunlar da toplayanda oldu 50. 50'ni de 2'ye böldü 25. 25'in 15'e hasili 375. 375 var. Y variantı. 10-cu suala baxaq. Yine ABCD paralelogramında A bucağının tənböləni BC tərəfini Y nöqtəsində kəsir. Şəkil çəkək. Yəni ABCD paralelogramında A, B, C, D. A bucağının tənböləni BC tərəfini Y nöqtəsində kəsir. Tənbölən isə bu alfa alfadır. Yəni BAD-yə də bucaq verib 60 dərəcə. Onda bu bunu bölür 30 30. Daxili çarpazı bucaqlara görə bu da 30'dur. Bu məlum məsələdir. İndi bizə deyir AB'nin uzunluğu 3'dür. BC'nin uzunluğu 5'dir. Onda bura 3'dürsə bu bərabər yanlıdır. Bu hissədə 3'dür. Onda bura qalır 2. BC tərəfi 5'dirsə AD tərəfi də 5'dir. Buradakı AYCD dörtbucaqlısının sahəsini soruşur. Elə baxanda görürük ki, bu AYD dörtbucaqlısı elə trapeziyadır. AYD dörtbucaqlısı elə trapeziyadır. Baxın A, Y, D, C. Trapeziyanın oturacaqları var, hündürlüyü yoxdur. Gəlin biz bu trapeziyanın hündürlüyünü tapaq. Necə də bax. Buradan bir hündürlüyü endirsəm, daha elə bu trapeziyanın hündürlüyü bu paralelogramın hündürlüyüdür. Gəlin bunun kənardan hündürlüyünü tapaq. Baxın paralelogramı çəkdim buradan. Desəm ki, bura 60 dərəcədir. Baxın bura 60 dərəcədir. Buradan bir hündürlüyü endirdim. Bura 3'dür. Burada 30 dərəcədir. Biz bilirik ki 30 dərəcə bucaq qarşısında duran katet hipotenuzun yarısıdır. Yəni bura oldu 1,5. 60 dərəcə bucaq qarşısında duran katet 30'un qarşısından kökdə 3 dəfə böyükdür. Onda bura oldu 1,5 kök altında 3. Deməli bizim hündürlüyümüz, trapeziyanın hündürlüyü oldu. Yəni 1,5 kök altında 3. Bunu silək. Hündürlüyü müəyyən etdik. Bunu silək. İndi sahəni tapaq. Trapeziyanın sahəsini tapırdıq. S bərabərdir. Oturacaqları 5 plus 2 bölək 2. Vuraq 1,5. Yəni 2'də 3 kökdə 3. O da bərabərdir. Oldu 4'də 7. 7'ni 3'e vurduq. 21. 21 kökdə 3 bölək 4. Doğru cavab B variantı. 11-ci suala baxaq. Deməli, bərabər yanlı trapeziyanın sahəsi 3 kökdə 3. S bərabərdir 3 kökdə 3. Onun oturacağı 2 iti bucağı 60 dərəcədir. Deməli, şəkil çəkək. Oturacağı, hansı oturacağı verib bizə? ABC. Kiçik oturacağı. Kiçik oturacağı 2'dir. Kiçik oturacağına yazdıq 2. İti bucağı 60 dərəcədir. Oldu 60 dərəcə. Böyük oturacağını tapın. Hündürlüyü endirirəm. Tutaq ki, bura 30 dərəcədir. 30 dərəcənin qarşısında duran katet x-dirsə, onda 60 dərəcə bucaq qarşısında duran katete kökdə 3x deyə bilərəm. Bərabər yanlıdır. Buradan bir hündürlükdə endirib burada x deyib oturacağı 2 deyirəm. İndi sahəsi oturacaqlar cəminin yarısıdır. Yəni 2x plus 2 2x plus 2 plus 2 bölək 2 vuraq kökü altında 3x bərabərdir 3 kökdə 3. Buradan kökdə 3'lər ixtisar oldu. Qaldı 2x plus 4 bölək 2 vuraq x bərabərdir 3. Bunu da 2'ye bölsəm x plus 2 vuraq x bərabərdir 3. X kvadratı plus 2x minus 3 bərabərdir 0. Bunun kökləri cəmi x1 üstəgəli x2 oldu mənfi 2. Köklər hasili x1 vur x2 oldu mənfi 3. Bu da oldu deməli 3 və 1. Mənfi 3 və 1. Mənfi olmaz. X'in qiyməti oldu 1. Bizdən böyük oturacağı soruşur. Böyük oturacağı da bunların cəmidir. Yəni x'a biz 1 desək oldu 1 plus 2 plus 1. Böyük oturacağın uzunluğu oldu 4. D variantı. Bura bir də 60 dərəcə olur. 60 dərəcə bucaq qarşısında duran katet 3 kökdə 3'dür. Onda orta isə x isə burada 3 kökdə 3'dür. Kiçik oturacaqda olur x. İndi bunun sahəsini tapmaq üçün oturacaqlar cəminin yarısını hündürlüyə vururam. 6 kökdə 3 plus 2x orta xət vuraq hündürlük 3 bərabərdir 6 kökdə 10. 2'nin orta bunu 2'ye bölsək qalır 3 kökdə 3 plus x bərabərdir. Elə bu 6 kökdə 10'u da 3'e bölürəm. Qalır 2 kökdə 10. Onda x'in qiyməti oldu 2 kökdə 10 çıxaq 3 kökdə 3. X'in uzunluğu 2 kökdə 10 çıxaq
3 kökdə üstüsə, ümumi biz bu hissəni tapanda bunları nə etməliyik? Toplamalıyıq. Onda elə bu hissə qalır bizdə. Baxın, x-in yerinə yazıram 2 kökdə 10 çıxaq 3. Bu hissə yazdım, sonra silərəm. X üstə gəl 3 kökdə 3-dür. X-a da qiymət tapdıq 2 kökdə 10 çıxaq 3 kökdə 3. Plus 3 kökdə 3. Elə bunlar islah oldu. Oldu 2 kökdə 10. Deməli, buranın uzunluğu oldu 2 kökdə 10. Bunu silirəm. Biz tapdıq buranın uzunluğunu 2 kökdə 10. Bizdən diagonal soruşur. Şəkli buradan yenidən çəkəcəm, daha rahat görəsiz deyə. Diagonal necə tapırıq? Baxın, burada hündürlük var bizdə 3. Hündürlük 3. X-a tapdıq. Ümumi buradan bu hissəni tapıram. Bura 2 kökdə 10. Aynı diagonal tapa bilərəm də Pifagora görə. Olur, diagonalın kvadratı bərabərdir. 3-ün kvadratı üstə gələk 2 kökdə 10-un kvadratı. Oradan da diagonalın kvadratı bərabərdir. 9 üstə gəl 4 vur 10. 49. Diagonalın kvadratı 49-sa deməli diagonal 7-dir. Bizdən də 7-ni soruşurdu. Doğru cavab oldu A variantı. 13-cü suala baxaq. Baxın uşaqlar, bizə deyir ki, AOD-nin sahəsi 8 kvadrat santimetrdir. BOC-nin sahəsi 2 kvadrat santimetrdir. Biz də bilirik ki, bu sahələr bir-birinə bərabərdir. S1, S2. İndi ümumi sahəni soruşur bizdən. S1 bərabərdir S2, o da bərabərdir kök altında 8 vur 2. Kök altında 16, 16-dan kök 4 çıxdı. Yəni bunların hasilləri kök altında, yan tərəflərin hasillərinə bərabərdir. Eləcə özlərinə bərabərdir. S1, S2 oldu 4. Ümumi sahəni tapmaq üçün 8-in üstünə 2, üstə 4, üstünə 4 gəlirəm. O da oldu 18. Ümumi sahə oldu 18. Yenə 14-cü sual oxşar sualdır. Deyirik ki, S1 bərabərdir S2, o da bərabərdir kök altında S3 vur S4. Bu düsturdan istifadə edəcəm. AOD 27-dir. BOC 3-dür. Onda yazıram. S1 bərabərdir S2, o da bərabərdir kök altında 27 vur 3. Kökdə 81, 81-dən kök 9 oldu, çıxdı. Ümumi trapesiyanın sahəsini soruşur. Onda yazıram 3 üstə gəl 27, üstə gəl 9, üstə gəl 9. Bu da oldu 48. 48 A variantı. 15-ci suala baxaq. 15-ci sualda deyib, düzbucaqlı trapesiyanın kiçik diagonalı onu 2 bərabər yanlı oxşar üçbucağa ayırır. Düzbucaqlı trapesiyanı çəkək. İndi də kiçik diagonal. Kiçik diagonal bu da məlum məsələdir. Onu 2 bərabər yanlı oxşar üçbucağa ayırır. Baxın, bərabər yanlıdırsa bura x-dırsa, bu da x-dir. Onda mən buraya yazıram kök altında 2x. Çünki 45, 45 daxı bucaqlar. Bura 45-dir, onda bu da 45-dir. Tapdıq, deməli, kök altında 2x. Trapesiyanın sahəsini bizə verib 96. Baxın, buradan bir hündürlüyü yendirsəm, onda burada olur x. Düzdür? İndi bizə lazımdır trapesiyanın sahəsi 96-dır. Biz ümumi oturacağı tapsaq, alınır oradan. Burada bunu da bərabər yanlı vermişdi. Onda burada oldu kökdə 2x. Onda burada qalır x. Burada oldu 45, 45. İndi bizə nəyi soruşur? Sahəsi 96-dır. Sahəni tapmaq üçün oturacaqlar cəmini yarısını hündürlüyü hasili. Yəni 2x plus x bölək 2 vuraq x bərabərdir 96. Bu da 3x bölək 2 vuraq x bərabərdir 96. O da oldu 3x kvadratı bərabərdir 96 vur 2. X kvadrat 96'ın 3 xsar getdi 2'ye vuruldu. Oldu 64. X oldu 8. Bizdən elə hündürlüyü soruşurdu. Hündürlüyü 8. Növbəti suala baxaq. 16. Deməli AF'in uzunluğunu bizə verib paralelogramda. AF'i verib 5K. FT olub 4K. Onda BC'yi yaza bilərik biz 9K. İndi bizdən bunların sahələrinin nisbətini soruşur. Baxın, mən buradan bir hündürlüyü çəksəm, hündürlük. Bu elə həm üçbucağın hündürlüyü olur, həm də trapesiyanın hündürlüyü olur. Düzdür? İndi deyir ki, S, B, C, D, F'in S, A, B, F'ə nisbətini tapın.
Bu BSDF trapesiyadır. Trapesiyanın sahəsini tapmaq üçün oturacağın biri 4K'dır, biri 9K'dır. Bölürəm 2-yə, vururam hündürlüyə. Üçbucağın sahəsini tapmaq üçün 2də 1-i vururam hündürlüyə, vururam oturacağı. Oturacağı da 5K demişdik. İndi hündürlüklər getdi, məxrəzdəki 2-lər də getdi. Sürətdə qaldı 13K, məxrəzdə qaldı 5K. O da elə 5-də 13 Y variantı. 17-ci sualda oxşar sualdır. Baxaq 17-yə. Deyir ki, AF 4K'dır. AF'e yazdım 4K. FD 3K. Onda oturacaq oldu 7K. Biz dedik ki, hündürlüklər eynidir. Trapesiyanın hündürlüyü ilə üçbucağın hündürlüyü bərabər olur. Çünki paralel düz xətlər arasında qalan məsafələrdir. İndi bizə trapesiyanın sahəsi S verib BCDF'in SABF-ə nisbəti, sahələrin nisbəti. İndi yazıram. Üyetdik 3K üstəgəl 7K bölək 2 vuraq hündürlük. Bir də 2də 1 vur 4K vur hündürlük. Hündürlüklər eynidir. Məxrəzdəki 2-lər də eynidir. Sürətdə qaldı 10K, məxrəzdə qaldı 4K. Bu da oldu 2də 5 A variantı. 18-ci suala baxaq. Diaqonalı böyük oturacaqla 45 dərəcə bucağa əmələ gətirən bərabər yanlı trapesiyanın sahəsi 144 olarsa diaqonalın uzunluğunu tapın. Ümumiyyətlə bir şey yadımızda saxlayaq ki, baxın uşaqlar, bərabər yanlı trapesiyada bu qaydanı deyim, sonra izah edim. Bura adsa və mən hündürlüyü çəkdim. Böyük oturacağı tutaq ki, B deyirəm. Onda bura adsa bu da adı. Kənarlar bərabərdir. Tutaq ki, x-dir. Buna da bərabər bölünüb. Onda kənarla x-in qiymətini necə tapıram? Mən deyə bilərəm ki, A üstəgəl 2x bərabərdir B. Buradan x-i tapsaq 2x bərabərdir B çıx A. X olur B çıx A böl 2. Deməli, bu hissənin qiyməti oldu B çıx A böl 2. Bəs yerdə qalan hissəni tapmaq üçün x ilə A-nı neynirəm? Toplayıram. Onda B çıx A böl 2 plus x-in qiyməti bizdə neçədir? Yazdıq A-nın qiymətini gəlirəm üstünə. O da oldu B çıx A plus 2A böl 2. O da oldu A plus B böl 2. Bunu bildik. Amma bunu qayda şəklində yadımızda saxlasaq, hər dəfə bunu yazmasaq daha əlverişli olar. Baxın necə. Mən deyirəm ki, bərabər yanlı trapesiyada, bir dənə bərabər yanlı trapesiya çəkirəm yenidən. Bərabər yanlı trapesiyada hündürlük. Baxın, hündürlük. Bunu necə bölür? Bir kənara qalır da B çıx A böl 2. Yerdə qalan hissə olur A üstəgəl B böl 2. Bunu qayda olaraq yadınızda saxlasaz daha rahat olar. Yəni B ilə A-nın fərqinin yarısı, B ilə A-nın cəminin yarısı. A üstəgəl B yazmayaq, B üstəgəl A yazaq. Bu hissələrə bölür. İndi bizə deyir ki, diaqonal böyük oturacaqla. Baxın, indi sadələşdim. Diaqonalı çəkdim. Böyük oturacaqla 45 dərəcə bucaq əmələ gətirir. Bu 45 dərəcədirsə, onda burada olur B üstəgəl A üstəgəl B böl 2. Düzdür? Biz də A-hara demişdik? Bunun üst oturacağına. İndi bura 45 isə bu da 45-dir. Məlum məsələdir. İndi gəlin trapesiyanın sahəsini tapaq. Oturacaqlar var, hündürlüyü var. Sahəni də bizə verib 144. Trapesiyanın sahəsini tapmaq üçün oturacaqları cəminin yarısını, yəni oturacaqlar cəmi nədir bunun? Ümumi oturacağı biz B demişdik də, düzdür? B üstəgəl A böl 2 vur H, yəni A üstəgəl B böl 2 olur. H-ın qiyməti budur. Bərabərdir 144. Bunlar bir-birinə vuranda oldu. 4-də A üstəgəl B-nin kvadratı bərabərdir 144. A üstəgəl B böl 2 oldu 12. Biz A üstəgəl B böl 2-ni 12 tapdıqsa, biz diaqonal rahat şəkildə tapa bilərik. Bu 12-dirsə, bu da 12-dir. Diaqonal da bundan kökdə 2 dəfə böyük oldu 12 kökdə 2. Hər dəfə bunu yazmağa ehtiyac yoxdur. Baxın uşaqlar, bir dəfə bunu yadımızda saxlayaq. Deməli, hündürlük bir hissənin fərqinin yarısıdır, digər hissəsi isə cəminin yarısına bölür. Sonra baxaq növbəti suala. Deməli, bizdən diaqonalı soruşurdu. Diaqonalda tapdıq 12 kökdə 2 C variantı. Deməli, 19-cu sualda bizə BC tərəfini verib 4, D bucağını verib 30 dərəcə.
Deyir, trapesiyanın xaricinə çevrə çəkilib. Biz bilirik ki, trapesiyanın xaricinə çevrə çəkilibsə, deməli bu bərabər yanlı trapesiyadır. Gəlin şəkil çəkək. İndi bizə deyir ki, bura 30 dərəcədir. Bunu verib 30 dərəcə. Biz bilirik ki, bura bərabər yanlıdır. Çünki ancaq bərabər yanlı trapesiyanın xaricinə çevrə çəkmək olur. Bərabər yanlıdır. Bura 4 veribsə, bura 30 dərəcədirsə, bu da olur 60 dərəcə. Biz də baxırıq ki, deməli, bura 30-dur, 60-dır. Bərabər yanlı olduğuna görə qövslər də bərabərdir. Çünki vətərlər bərabərdir. Axı, çevrənin yarısı 180 dərəcədir. 180-nin 60-a çıxanda 120, onda burada qalır 60-60. Onda biz bilirik diametrə sökülən bucaq düz bucaqdır. 60 dərəcədirsə, bura 30 dərəcədir. Bura 30-dursa, onda yan tərəflərdə bir-birinə bərabərdir. Burada oldu 4, 4. İndi burada oldu 60 dərəcə. Biz trapesiyanın hündürlüyünü tapsaq, sahəsində tapa bilərik. Baxın, 30 dərəcə bucaq qarşısında duran katet 4-dürsə, onda hipotenuz 8 imiş. Yəni, ümumi uzunluq, buradan bura qədər uzunluq 8-dir. İndi hündürlüyü tapsa, buradan bir hündürlüyü yendirsəm, yəni 30 bura olur 60, o 60-sa bura olur 30. Baxın, buradan bir hündürlüyü yendirdim. Bura 60 dərəcədirsə, bura oldu 30 dərəcə. Onda hipotenuzda düşür 4, 4 ise bura 2 idi. Hündürlüyü olur 2 kökdə 3. Trapesiyanın sahəsini tapa bildim indi. S bərabərdir 4 üstə gəl 8 bölü 2 vuraq hündürlük. O da 12'yi 2'ye böldüm. 6 vuraq 2 kökdə 3. O da oldu 12 kökdə 3. A variantı. Baxaq, ABCD trapesiyasında AC ilə CD bir-birinə perpendikulyardır. SH hündürlüktür. Perimetri 24 cm olan ACD üçbucağın sahəsini isə bu bölür 9 və 16'ya. Biz bilirik ki, üçbucağın deməli onun sahəsi yadınızdadır, bu düstur deyirdik. S1'in S2'ye nisbəti M'in N'ə nisbətinə bərabərdir. Onda burada olur. Deməli, üçbucağın ACD üçbucağın sahəsini 9 16'ya nisbəti bölübsə, deməli bura olur 16K, burada olur 9K. 16K 9K yazdıqsa biz bilirik ki, üçbucaqda H kvadratı M'in düsturu var düzbucaqlı üçbucaqda. Onda deyirəm SH'ın kvadratı 16K'nı vururam 9K'ya. Bu da oldu 144K kvadratı. Deməli SH hündürlüyü oldu 12K. SH hündürlüyünə yazaq 12K. 12K. İndi burada bir Pifagor əmələ gəldi. AC'ni tapa bilərəm. AC'nin kvadratı bərabərdir 16K'nın kvadratı üstə gələk 12K'nın kvadratı. O da 256K kvadrat üstə gəl 144K kvadratı. O da oldu 400K kvadratı. Yəni 20K. Bu 20K'dır. Eyni Pifagorla yenə CD'ni də tapa bilərəm. CD'nin kvadratı bərabərdir 9'un kvadratı, yəni 81K kvadrat üstə gəl 144K kvadratı. O da 225K kvadratı. Oradan da oldu 15K. Burada oldu 15K. Bizə bu üçbucağın perimetrini verib 24. Mən indi bunları ümumi cəmləyib 24'ə bərabər edirəm. Çünki ACD'nin perimetrini bizə 24 verib. Yazıram nə? 20K üstə gələk 15K üstə gələk 16K plus 9K. O da bərabərdir 24. Deməli bu oldu 25, bu da oldu 35. 25K ilə 35K'nın cəmini 24'ə bərabər etdim. O da oldu 60K 24 ise K'nı tapmaq üçün 24'ü bölürük 60'a. Onda 4, 0 tam onda 4 K'nın qiyməti. Bizdən trapesiyanın hündürlüyünü soruşur. Trapesiyanın hündürlüyü də 12K'dır. 12'ni vurdum elə onda 4'ə. O da oldu onda 48. 4 tam onda 8. Görək cavab var yoxsa yox. 20. sual. 4 tam onda 8 C variantı. 21. suala baxaq. Kiçik diagonalı kör bucağının tənböləni olan düz bucaqlı trapesiyanın kiçik oturacağı 6, böyük oturacağı 12 olarsa bu trapesiyanın sahəsini tapın. Düz bucaqlı trapesiya çəkək. İndi kiçik diagonalı kör bucağının tənböləni. Kiçik diagonal budur. Kör bucağının tənböləni alfa alfa.
olan düzbucaqlı trapesiyanın kiçik oturacağı 6, böyük oturacağı isə 12'dir. 12. Burada bura alifadırsa, burada alifadır. Çünkü iki paralel düzxət üçüncü ilə kəsib daxili çarpaz bucaqlardır. Onda bura 12 isə, bu da 12'dir. İndi mən buradan trapesiyanın hündürlüyünü tapsam sahəsini tapa bilərəm. Buradan bir dənə hündürlüyü endirdim. Bura 6'dırsa, onda burada 6'dır. Baxın. Bura bir h desəm, h-ı tapa bilirəm də Pifaqor teoreminə görə. Olur nə? H-ın kvadratı üstəgəl 6'nın kvadratı bərabərdir 144. Yəni 12'nin kvadratı. H kvadratda bərabərdir 144'dən çıxdım 36. H kvadratı oldu 108. Oradan da h oldu kök altında 108. 108 də 36 vuraq 3 yazsam 6 kökdə 3. İndi trapesiyanın sahəsini tapmaq sadələşdi. Oturacaqları 6 plus 12'ni bölürəm ki, vururam hündürlüyə. O da 18 bölü 2, 9'u vururam 6 kökdə 3'e. 9 vur 6, 54, kökü altında 3. Doğru cevap B variantı. 22. suala baxaq. Bərabər yanlı trapesiyanın sahəsi 240, orta xəttin uzunluğu 40'dır. Biz trapesiyanın sahəsi A üstə gəl B bölü 2 vuraq h üstündən tapırıq. Bu oldu 240. Orta xəttin uzunluğu 40'sa 40'ı vurdum hündürlüyə oldu 240. H oldu 6. Hündürlüyü 6'dır. Yan tərəfi verib bizə 10. Bərabər yanlı trapesiyan çəkdim. Yan tərəfi 10'dur. Bura 10'dur. Bu da 10'dur. Buradan hündürlüyü oldu 6. 6'dırsa bura 8'dir. Burada neçədir? Deməli 8. Hündürlük də 6. İndi bizdən böyük oturacağın uzunluğunu soruşur. Bura A, bu da A. Biz bilirik ki, trapesiyanın orta xəttinə qiymət verib 40. Ümumi cəm nə oldu? Deməli 40'dırsa yazıram. 2A plus 16 bölü 2 bərabərdir 40. 2A plus 16 bərabərdir 80. 2A 64. A da oldu 32. Ümumi oturacaq oldu 8 plus 32 plus 8. Trapesiyan oturacaq oldu 48. 23. Bərabər yanlı trapesiyan sahəsi 160, orta xətt 40'dır. Yəni yazıram A üstə gəl B bölü 2 vuraq h bərabərdir 160. Orta xəttin uzunluğu 40'dır. 40 vuraq hündürlüyü bərabərdir 160. H oldu 4. Hündürlüyü tapdım. Yan tərəf 5, hündürlük 4. Hündürlük 4 ise onda bura qalır 3. Bu hissədə oldu 3, bura oldu AA. Orta xəttin uzunluğunu bizə verib 40. Yeni yazıram. 2A üstə gəl 6 bölü 2 bərabərdir 40. 2A üstə gəl 6 bərabərdir 80. 2A bərabərdir 74. A da oldu 37. Bizden trapesiyanın böyük oturacağını soruşur. 37 plus 3 plus 3 oldu 43. 24. suala baxaq. Oturacaqları BC və AD olan ABC bərabər yanlı trapesiyasının daxilinə mərkəzi O nöqtəsində olan çevrə çəkilmişdir. AOB'nin sahəsi 20 olarsa trapesiyanın sahəsini tapın. Yəni, bu şəkili çəkək. Baxın, deyir ki, bərabər yanlı trapesiyanın daxilinə çəkilib və çevrənin mərkəzi O nöqtəsidir. Bizə deyir, oturacaqları BC və AD. Deməli, BC bir də AD. Belə birləşdirdim. AOB üçbucağın sahəsini bizə 20 verib. Baxın, mən buradan bu üçbucağın hündürlüyünü çəksəm, həm də bu çevrənin radiusunu çəkirəm. Çünki radius toxunana perpendikulyar olur. İndi bunun sahəsini bizə 20 verib. Yazsam ki, tutaq ki, tərəf A-dır, onda radiusdur. İndi bunun sahəsi olur nə? 2'də 1 tərəf bu radius. Oldu neçə? 20. Onda A'nın radiusu hasili oldu 40. Bizdən trapesiyanın sahəsini soruşur. Trapesiyanın sahəsi də bu bərabər yanlıdırsa burada A'dır. Bizə deyir ki, əgər trapesiyanın daxilinə çevrə çəkilibsə, qarşı tərəflərin cəmi elə bərabər olur. Onda elə AD ilə BC-nin də cəmi olur 2A.
Biz trapesiyanın sahəsini tapmaq üçün orta xətti vururuq hündürlüyə. Bunun hündürlüyü 2 radius olur. Niyə? Çünki trapesiyanın daxilinə əgər dairə çəkilibsə, trapesiyanın hündürlüyü elə dairənin, yəni çevrənin diametridir. Onda mən bura yazıram 2r. Hündürlük oldu 2r. Bu da bərabərdir. 2'lər getdi, qaldı 2ar. Mən buradan tapdım trapesiyanın sahəsini. S-i. A-yerin qiyməti də 40'dırsa, 2'ni vurduq 40'a oldu 80. Deməli, trapesiyanın sahəsi 80'dir. 25-ci sual, yenə oxşar sualdır 25. 25 şəkili çəkək. 25'də də yenə oturacaqları BC və AC-dir, AD-dir. Deməli, trapesiyanın daxilində mərkəz O nöqtəsində olan çevrə çəkilib. Yenə eyni sualdır. İndi bizə yox. ABCD'nin sahəsini verib. ABCD'nin sahəsini gəlin tapaq. Bura yazıram A, burada yazıram A. Deməli, ABCD'nin sahəsini tapmaq üçün oturacaqları toplayıb bölürəm 2'ye, vururam hündürlüyə. Oturacaqları cəmi bunun, oturacaqları cəmi elə 2A'dır. Böldüm 2'ye. Hündürlüyü də 2 radiusdur. Buna əvvəlkinə demişdik. 2 radiusdur. Burada yazıram 2 radius. Onda trapesiyanın sahəsi oldu 2AR. Trapesiyanın sahəsi oldu 2AR. Bizə də 2AR qiymət verib 100. 2AR verib 100. Onda elə A'nın radiusu hasili 50'dir. A'nın radiusu hasilini verib bizə 50. Aha. Bizdən AOB üçbucağın sahəsini soruşur. Bunu birləşdirdim. Buraya yazdım o. AOB'nin sahəsini soruşur. Buraya bir radius yazıram. Yenə bu üçbucağın sahəsini tapıram. Üçbucağın sahəsini tapmaq üçün 2'də 1 vur. 2'də 1 vur. Radius vuraq. Adüstündən istifadə edirəm. S bərabərdir. O da oldu. 2'də 1'i vurdum 50'ye. Doğru cavab oldu 25. 26-cı suala baxaq. Çevrə xaricinə bərabər yanlı trapesiyanın, deməli, çevrənin xaricinə çəkmiş bərabər yanlı trapesiyanın oturacaqları 8 və 10'dur. Ümumiyyətlə, yadımızda saxlayır ki, bərabər yanlı trapesiyanın oturacağı 8 və 10'dur. Əgər çevrənin xaricinə trapesiya çəkilibsə, deməli, bunun qarşı tərəflərinin cəmi bərabərdir. Bu da bərabər yanlıdır A. Oldu 2A bərabərdir 8 plus 18. 2A bərabərdir 26. A da oldu 13. Da getdi belə. 8. Yuxarıdan aşağı hündürlüyü endirdim 8. Ondan 8 çıxdım. Burada qaldı 5, 5. Yan tərəf oldu 3, 13. Hündürlüyü tapıram. H kvadrat üstə gəl 25 bərabərdir 169. H kvadrata 144. Hündürlüyü oldu 12. Trapesiyanın hündürlüyünü tapdıq 12. İndi sahəsini tapırıq. S bərabərdir. Oturacaqlar cəminin yarısı hündürlüyü hasili. Deməli 8 plus 18 bölək 2 vuraq hündürlük. O da oldu 26 bölək 2 vuraq 12. 26'nı vurdum 6'ya. O da oldu 156. Doğru cevap 156. 27. suala baxaq. Yəni, çevrə xaricinə bərabər yanlı trapesiya çəkilib. Çevrənin xaricinə trapesiya çəkilib. Qarşı tərəflərin cəmi bərabər olacaq. Deməli, oturacaq 9. Burada oldu 25. Bu da AA. Yan tərəfi tapa bilərəm. 2A bərabərdir. Bunların cəmi oldu 34. A oldu 17. Hündürlüyü endirdim. 2 dənə. Orta qaldı 9. Bunu silək. Bura 9'dursa, deməli 25'dən 9 çıxdıq 16. Bura qaldı 8, 8. Yan tərəfdə oldu 17. Hündürlüyü tapa bilərəm indi. H kvadrat üstə gəl 64 bərabərdir 289. H kvadrat oldu 225. H oldu 15. Hündürlüyü 15'dirsə onun sahəsini tapın. Sahəni tapmaq üçün oturacaqları 9 üstə gəl. Oturacağım bir oldu 25. Bölək 2 vuraq hündürlük. O da 34'ü böldüm 2'ye vurdum 15'e. 17'ni vurduk 15'e, cevap alındı. 255. 27'de. 28.
Oturacaqlar 12 və 18 olan, diagonallar qarşılıqlı perpendikular olan bərabər yanlı trapesiyanın sahəsini tapın. Oturacaqlar A bərabərdir 12, B də bərabərdir 18. Bunun orta xətt, ümumiyyətlə biz bilirik ki, bərabər yanlı trapesiyada diagonallar qarşılıqlı perpendikulyarsa, orta xətt hündürlüyə bərabərdir. O da oldu 12 üstə gəl 18 bölü 2, 30'u böldüm 2 oldu 15. Trapesiyanın sahəsini tapmaq üçün orta xətti hündürlüyə vururam. Yəni 15'i vururam elə 15'ə. Bu da oldu 225. 29-cu suala oxşar sualdır. Diagonalları qarşılıqlı perpendikulyardır. Diagonalları qarşılıqlı perpendikulyarsa hündürlüyü orta xəttə bərabərdir. 36'nı böldüm 2 oldu 18. Sahəni tapmaq üçün, trapesiyanın sahəsini tapmaq üçün 18'i, yəni orta xətti vururam hündürlüyə 18'ə. O da oldu 324. İndi 30-cu suala baxaq. Bərabər yanlı trapesiyanın sahəsi 4 kökdə 3'dür. Kiçik oturacağı 3, yan tərəfin böyük oturacaqla əmələ gətirdiyi bucaq 60 dərəcədir. Yəni yazaq, şəkil çəkək. Deməli, kiçik oturacaq 3'dür. Yazdım 3. Yan tərəfin böyük oturacaqla əmələ gətirdiyi bucaq. Yan tərəfin böyük oturacaqla əmələ gətirdiyi bucaq 60 dərəcədir. Böyük oturacağı soruşur və bu bərabər yanlıdır. Burada bir hündürlük indirdik. Sahəni verib bizə qiymət. Bura 3'dürsə, bura tutaq ki 30 dərəcədirsə, bura x-dirsə, 60'ın qabağı olur kökdə 3x. Onda burada x-dir. Bizə sahəyə verib 4 kökdə 3. S bərabərdir 4 kökdə 3. Şimdi bunun sahəsini tapmaq üçün oturacaqları toplayıram. 6 üstə gəl 2x bölü 2 vuraq hündürlük bərabərdir 4 kökdə 3. Buradan da alındı. Kökdə 3'lər getdi. Çarpaz vururuz. 2'yə bölsəm bunu olur. 3 üstə gəl 2x. Vuraq x bərabərdir 2. X'in kvadrat üstə gəl 3x. Çıxaq 2. Bərabərdir 0. Kökləri cəmi mənfi 3. Kökləri hasili mənfi 2. Bu da olur. Burada 2 yox uşaqlar 4 yazmalıyım. Baxın bu 4'dür. Kökləri cəmi mənfi 3. Kökləri hasili 4. Buradan da alınır cavab. Deməli x1 oldu mənfi 4. x2 oldu 1. Vurdum mənfi 4 topladım mənfi 3. Deməli x'in qiyməti oldu 1. X'in qiyməti 1'dirsə bizdən onun nəyi soruşur? Böyük oturacağı. Böyük oturacağı 2x plus 3'dür. 2x plus 3. Yəni 2 vur 1 üstə gəl 3. Cavab oldu 5. Doğru cavab 5. 30-cu sualda bu yazılmış. 31-ci suala baxaq. Bərabər yanlı trapesiyanın sahəsi 12 kökdə 3. Trapesiyanı çəkdim. Böyük oturacaq 13. Buradan bir də hündürlük endirirəm. Bura iti bucağı 30 dərəcədir. Bura yazdım x, bu da yazdım x. Ümumi 13'dürsə, deməli bura a yazsam 2x plus a 13'dür. Onda a'nın qiyməti olur 13 çıx 2x. Bura yazıram 13 çıx 2x. Onda kiçik oturacaqda olur 13 çıx 2x. Hündürlük də olur 60 dərəcə bucaq qarşısında duran katet x-dirsə 30'un qarşısı x bölü kökdə 3'dür. İndi sahəni tapıram. Orta xətti indi böyük oturacaq 13'dür. 13'ün üstünə 13 çıx 2x gəlib. Bölürəm 2'yə, vururam hündürlüyə. Cavab alınır 12 kökdə 3. Bunda oldu 26 çıxaq 2x. Vuraq x bərabərdir 24 kökdə 9. Buradan da sadələşdirsəm mənfi 2x kvadratı üstə gələ 26x. Çıxaq 24 vuraq 3 bərabər 0. Deməli mənfi 2'yə bölsəm olur x kvadrat çıxaq 13x. Üstə gələk 36 bərabərdir 0. Bunda cavab olur 9 və 4. Vuranda oldu 36, toplayanda 4. İndi görə 9'dan 4 hansı ödəyir? 9 ödəməz, çünki 13 çıxaq 2x mənfi yaranır. Deməli x'in qiyməti oldu 4. Bizdən kiçik oturacağı soruşur. Kiçik oturacaq 13 çıxaq 2x-dir. 13'dən çıxdım 2 vur 4'ü. O da 13 çıx 8. Kiçik oturacaq oldu 5. 31-ci sualda 5. 32'yə baxaq. Yan tərəfi və kiçik oturacağı 8 olan, deməli trapesiya çəkirəm. Yan tərəfləri. Yan tərəfləri də deməli bu
Yan tərəfləri də 8'dir. Kiçik oturacaqda 8'dir. İti bucağı 60 dərəcədir. Trapesiyanın sahəsini tapın. Hündürlüyü endirdim. Buradan da bir hündürlüyü endirdim. 8 ise bura qaldı 8. Bura 30 dərəcə olsun. 30 dərəcə bucaq qarşısında duran katet hipotenuzun yarısıdır. 60'ın qabağında duran kökdə üzvə böyükdür. Bunda burada 4'dür. Sahəni tapmaq rahat oldu da indi. 8 üstə gəl. Böyük oturacaq neçədir? 16 bölü 2 vuraq 4 kökdə 3. 24'ü böldüm 2'ye 12. 12'ni vurdum 4 kökdə 3'e. Cevap oldu 48 kökdə 3. Buradan da kökdə 3'ü 1,7 qəbul edin deyib. 48'e vuran 1,7'ye. Cevap oldu 81,6. 32'de 81,6. Baxaq növbəti 33-cü suala. Yan tərəfləri kiçik oturacağına bərabər olan trapesiya. Trapesiya çəkirəm. Yan tərəfi kiçik oturacağına bərabərdir. İti bucağı 30 dərəcədir. Buradan bir hündürlüyü endirdim. İti bucağı oldu 30 dərəcə. Onda bura adisa 30'un qabağında duran tərəf oldu A bölü 2. Yan tərəf kiçik oturacağına bərabərsə burada A'dır. Onda burada olur A. 60'ın qabağında duran tərəf olur. Bunun kökdə 3 dəfə böyük. Kök altında 3A bölü 2. Onda burada oldu. Kök altında 3A bölü 2. İndi sahəni tapaq. Oturacaqlar cəminin yarısı hündürlüyü hasil. Oturacaqlar oldu nə? Bundan bunu toplayanda oldu elə kökdə 3A. Üstə gəlir. A'ları da topladım 2A. Bölü 2 vuraq hündürlük. A bölü 2 bərabərdir. 72 üstə gələk. 36 kökdə 3. Bu da oldu 4. Buradan da A'nı ortaq vuruq çıxartdım. A kvadratı kökdə 3 plus 2 bərabərdir 36'ını ortaq vuruq çıxartdım. 2 plus kökdə 3. Bunlar eynidir getdi. A'nın kvadratı 144 çarpaz vurdum. A oldu 12. Bizdən kiçik oturacağı soruşur. Elə cavab oldu 12. 34-cü suala baxaq. Diagonalı 10 olub, böyük oturacaqla 15 dərəcə bucaq əmələ gətirən bərabər yanlı trapesiyanın sahəsini tapın. Diagonalı 10 olub. Böyük oturacaqla 15 dərəcə bucaq əmələ gətirir. Diagonalın uzunluğunu da bizə verib 10. Əvvəlki tapşırıqlarda sizə izah etdim. Buradan bir hündürlük çəksək, buradan qalan məsafə orta xəttə bərabərdir. Yəni bura bir, tutaq ki bir M deyirəm. Həm də bu orta xəttir. Onda bu oldu hündürlük. İndi bizdən trapesiyanın sahəsini soruşuruz. Trapesiyanın sahəsini tapmaq üçün orta xətti vururuq hündürlüyə. İndi gəlin biz bunu necə tapaq? M'in H'ın qiymətlərini tapaq, oradan da sahə alınsın. Baxın, burada düz bucaqlı üst bucaq da tapa bilərəm də. Məsələn, sinus 15'i tapa bilərəm. Sinus 15 dərəcə nəyə bərabərdir? Qarşı katetin hipotenuza nisbəti. Onda H'ın qiyməti oldu 10 sinus 15. Sonra kosinus tapa bilərəm. Kosinus 15 dərəcə bərabərdir M'in 10'a nisbəti. Bitişik katetin hipotenuza nisbəti. Bu da oldu bitişik katet M'in 10'a nisbəti. Onda M oldu 10 vur kosinus 15. İndi sahədə yerinə yazsaq, S bərabərdir. M'in yerinə yazdıq 10 kosinus 15. H'ın yerinə yazdıq 10 sinus 15. O da bərabərdir 100 kosinus 15 vur sinus 15. Bunun qarşısında 2 olsaydı sinus kəlfə düsturu verərdi. Onu da yazıram 50 vuraq 2 sinus 15 kosinus 15. Oradan da alındı 50 vuraq sinus 30. Sinus 30 da 2'də 1 alır. 50'ni də vurdum 2'də 1'ə oldu 25. Deməli bu 34'də cavab 25. 35-ci suala baxaq. Diagonalı 12 olub. Yəni diagonalı 12 olub, böyük oturacaqla 75 dərəcə bucaq əmələ gətirir. Deməli, diagonalı 12 olub. Böyük oturacaqla 75 dərəcə bucaq əmələ gətirir. 12. Buradan bir hündürlüyü indirdim. Buraya yazıram H. Yəni dediyimiz kimi bura orta xətt olur M. İndi bizdən bunun bərabər yanlı trapeziyanın sahəsini soruşur. Yenə oxşar sualdır. S bərabərdir orta xətt, yəni M-i vururam H-a.
Buradan da emin qiymətini mən deməli necə tapa bilərəm? Yine eyni oxşar sualdır. Sinus 75 dərəcə ilə tapa bilərəm də. Sinus 75 dərəcə bərabərdir qarşı katetin hipotenuza nisbəti. O olur 12 vur sinus 75. Sonra bu da olur bitişik katetin hipotenuza nisbət. M-i tapanda bitişik katet bizdə nədir? Deməli M bərabərdir sinus kosinusu tapaq. Kosinus 75 dərəcə bərabərdir bitişik katetin hipotenuza nisbəti. Onda m'in də qiyməti oldu 12 kosinus 75. Bizdən bunların hasilini soruşur. H'ın qiyməti oldu 12 sinus 75. O birisi də oldu 12 kosinus 75. 12'ni 12'ye vurduq 144. Sinus 75 vuraq kosinus 75. 144'ü də 72 vuraq 2 yazsaq. Sinus 75 kosinus 75. Bu da bize düstur verir. Olur 72 vuraq. Sinus 150. Sinus 150'de de 2'də 1 alır. 72 vur. Çünkü 180 çıxaq 30 yazıram. Olur 2'də 1. 36 dərəcə. Deməli qiymət oldu 36. 35'ti. 36-cı suala baxaq. Bərabər yanlı trapesiyanın daxilinə çevrə çəkilmişdir. Toxunma nöqtəsi yan tərəfi uzunluqları 1 və 9 parçalara ayırarsa trapesiyanın sahəsini tapın. Deməli bunu 1 və 9 parçalarına ayırır. Tutaq ki bu toxunma nöqtəsi olsa, bura 1-dirsə burada 1-dir. Bura 9'dursa bu da 9'dur. Buradan bir hündürlük endirsəm, buradan da bir hündürlük endirsəm. Baxırsınız bu hissə 1'ə bərabərdir. Bu hissə 1'ə bərabərdirsə, onda ümumisi 9 idi axı, bura qaldı 8. Mən buradan trapesiyanın hündürlüyünü tapa bilərəm. Bura 10'dur. Baxın bu hissə 10'dur, bura 8'dir. Onda hündürlük olur neçə? Hündürlük olur. Pifagora görə 10'dan 8 qaldı 6. Trapesiyanın hündürlüyü oldu 6. İndi bizdən nəyi soruşur? Trapesiyanın sahəsini. Gəl bunu buradan çəkeyim. Bura 10'dur. Və bu bərabər yanlıdır, bu da 10'dur. Bərabər yanlı trapesiyada hündürlüyü də oldu 6. Biz bilirik ki, qarşı tərəflər bərabər olmalıdır. Yəni yan tərəflər 20-dirsə, A ilə B-nin cəmi də 20-dir. Hündürlüyü var. Deməli orta xəttə məlumdur. A üstə gəl B böl 2-ni vururam hündürlüyə. Yəni 20'ni böldüm 2'ye, vurdum 6'ya. Doğru cavab oldu 60. Baxın 37-ci sual. Deməli trapesiya verib bərabər yanlı və bunun daxilinə çevrə çəkilib. Çevrə trapesiyanın toxunma nöqtələrini 1-1'ə bölüb. Yəni burada bir toxunma nöqtəsi var. Digər hissəni də 4 ilə 4'ə bölüb. Burada bir toxunma nöqtəsi var. Mən indi buradan bir hündürlük endirirəm. Buradan da digərini endirirəm. Bura 1'dirsə, onda bura qalır 1. Bura 1'dirsə, digər tərəf qalır 3. Baxın. Bu hissə 1, bu hissə də 3. Çünki toxunma nöqtəsinə qədər məsafə 4 idi axı. Onda hündürlük oldu. Hündürlük oldu. Deməli, bura oldu 5, 3, hündürlük oldu 4. Yan tərəf 5'də, digər yan tərəf 5'dir. Onda A ilə B'nin cəmi 10'dur. Niyə? Çünki cəmləri olmalıdır. İndi biz o sahəni tapırıq. S bərabərdir. A üstə gəl B böl 2 vuraq H. O da 10'u böldüm 2'ye vurdum 4'e. Oldu 20. 37'də. 38'də düz bucaqlı trapesiya verib. Düz bucaqlı trapesiyanı çəkirəm. Yan tərəflərin uzunluğunu 2'ye və 8'e bölür. Deməli bu 2'dir, bu da 8'dir, bu da 8'dir. Burada 2'dir. Yine buradan hündürlüğü indirdim. Buradan da bir hündürlüğü indirdim. 2 ise bu ise kaldı 2. Diğer ise oldu 6. Hündürlüğü buradan tapabilirim. Deməli H bərabərdir. 16. Deməli 10 buradır. 6 da budur. Hündürlüğü olur 8.
Hündürlüğü 8. İndi bizə nə lazımdır? Trapesiyanın sahəsini tapmaq üçün hündürlük 8-dir, bu hissə də 8-dir. Biz bilirik ki, trapesiyanın daxilinə çevrə çəkilibsə, yan tərəflərin cəmi oturacaqların cəminə bərabər olur. Yəni onda A üstə gəl B-nin cəmi 8 plus 2 plus 8, yəni 18-dir. Trapesiyanın sahəsini tapmaq üçün A üstə gəl B-ni bölürəm 2-yə, vururam hündürlüyə. 18-i böldüm 2-yə, vurdum 8-ə. 9 vur 8, 72. 39-cu suala baxaq. Deməli, kiçik oturacağı verib, kör bucağı verib, bərabər yanlı trapesiyanın iti bucağı diaqonalının tənbələndir. Trapesiyanın sahəsini soruşur. Şəkil çəkək. Deməli, kör bucaq 120 dərəcədirsə, iti bucaq 60 dərəcədir. Tənbələn bunu bölür 30-30. Onda burada olur. Daxil çarpaz bucaqlara görə 30. Bu oldu 6 kök 4-cü dərəcədən 3. Onda bərabər yanlı üç bucaq əmələ gəlir. Bu da olur 6 kök 4-cü dərəcədən 3. AB ilə CD də bir-birinə bərabərdir. O da oldu kök 4-cü dərəcədən 3. İndi baxırıq, bərabər yanlıdırsa bura 60 dərəcədir. Onda bura olur 90 dərəcə. Baxın, mən burada deməli AB-yə paralel bir düz xətt çəksəm, tutaq ki, seyir düz xətdir. Onda BC 6 kökdə 3-dürsə, bu da olur 6 kökdə 3. Və baxın, bu xətlər bir-birinə paraleldir. Onda bura 60 dərəcədirsə, bura olur 120. 120-nin qonşusu oldu 60 dərəcə. Deməli, burada da bir bərabər tərəfi üç bucaq əmələ gəldi. İndi onda burada olur 6 kök 4-cü dərəcədən 3. Trapesiyanın oturacaqları var. Hündürlüyü lazımdır. Hündürlüyü də buradan çəkib tapa bilərəm. Baxın, buradan bir hündürlüyü endirdim. Oldu 60 dərəcə, oldu bura 30 dərəcə. 60 dərəcə bucaq qarşısında duran katet hipotenuzun yarısından kökdə 3 dəfə böyükdür. Deməli, onda hündürlüyü tapsam, h bərabərdir 6 kök 4-cü dərəcədən 3-ün yarısını vururam nəyə? Kökdə 3-ə. Bu bizim oldu hündürlük. Bunu da sadələşdirək, oldu 3 vuraq. Kök 4-cü dərəcədən 3. Bunu da yaza bilərəm, kök 4-cü dərəcədən 9. Bu da oldu 3 vuraq. Kök 4-cü dərəcədən 27. Hündürlüyün də qiyməti oldu. İndi trapesiyanın sahəsini soruşur. Trapesiyanın sahəsini tapmaq üçün oturacaqları 6 kök 4-cü dərəcədən 3 üstə gələk. Bu da 4-cü dərəcədəndir. 12 kök 4-cü dərəcədən 3. Oturacaqları cəminin yarısını vururam hündürlüyə. 3 kök 4-cü dərəcədən 27-yə. O da bərabərdir. Bunu topladıq, oldu 18. 18 2-yə böləndə oldu kök 4-cü dərəcədən 3. 3 vuraq kök 4-cü dərəcədən 27. O da oldu 27. Kök 4-cü dərəcədən 81. O da oldu 27 vur 3. Doğru cavab oldu 81. 39-da. 40-da oxşar sualdır. Şəkil çəkək. Deməli, ABCD trapesiyasında kiçik oturacaq 8 kök 4-cü dərəcədən 3-dür. İti bucağı 60 dərəcədir. Diaqonal bucağı bölür yarı 30-30. Onda bura 30 dərəcədirsə, bu da 30-dur. Onda daxil çarpaz bucaqlara görə bu da 30-dur. Onda AB tərəf olur 8 kök 4-cü dərəcədən 3. Onda CD də olur 8 kök 4-cü dərəcədən 3. Mən C-dən AB paralel bir CL düz xətti çəksəm, onda bura olur 120 dərəcə, qonşusu olur 60 dərəcə. Bərabər yanlıdırsa, bu da 60 dərəcədir. İndi 8 kökdə 3-də, bu da 8 kök 4-cü dərəcədən 3-dür. Bərabər yanlıya görə onda burada olur 8 kök 4-cü dərəcədən 3. Trapesiyanın sahəsini tapmaq üçün mənə hündürlük lazımdır. Hündürlüyü də birini endirdim. 60 dərəcə, bura oldu 30 dərəcə. Biz bilirik ki, 30 dərəcə bucaq qarşısında duran katet, daha doğrusu 60 dərəcə bucaq qarşısında duran katet hipotenuzun yarısının, yəni 8 kök 4-cüdən 3 bölə 2-nin kökdə 3 misildir. Bu da oldu 4 vuraq kök 4-cü dərəcədən 3. Bu da oldu kök 4-cü dərəcədən 9. O da 4 vuraq kök 4-cü dərəcədən 27. Sahəni tapanda oturacaqları toplayıb orta xətti hündürlüyə vuram. 8 kök 4-cü dərəcədən 3. 8 kök 4-cü dərəcədən 3. Bir də BC-ni götürürəm. 8 kök 4-cü dərəcədən 3. Bunların yarısını vururam hündürlüyə. 4 kök 4-cü dərəcədən 27-yə. Buradan da alınır, topladım 24, 24 2'ye böldüm 12 kök 4-cü dərəcədən 3. Bu da 4 vuraq kök 4-cü dərəcədən 27. O da 48 kök 4-cü dərəcədən 81. 48'i vurdum 3'ə. 4 yazaq ki yadda 144. Deməli 40'da cavab oldu 144. Sonra 41.
Diagonallar perpendiküler olan bərabər yanlı trapesiyanın hündürlüyü 6'dır. Biz bilirik ki, diagonallar qarşılıqlı perpendikulyarsa hündürlük orta xəttə bərabərdir. A üstə gəl B bölü 2 də 6'dır. Onda elə trapesiyanın sahəsini tapmaq üçün A üstə gəl B bölü 2'ni vururam hündürlüyə. Yəni 6'nı vururuq 6'ya olur 36. 42 də elə eyni sualdır. Diagonallar perpendikulər olan bərabər yan trapesiyanın hündürlüyü 7'dir. Və bu hündürlük orta xəttə bərabərdir. Bu da 7'dir. Sahəni tapmaq üçün 7'ni vurdum 7'yə oldu 49. 43-cü suala baxaq. Deməli, sahəsi 80 olan ABCD trapesiyasında M-in orta xətt olarsa, ştrixlənmiş hissənin sahəsini tapaq. M-in orta xətt isə bura S-dirsə, bura 3S-dir. Yenə bura tutaq ki, bu S1'dir. Bura S2'dirsə, bura oldu 3S2. Bura S3'dürsə, bu da oldu 3S3. Çünki biz bilirik ki, deməli, 3 bucağın S3S nisbətinə bölür orta xətt. Bu trapesiyanın orta xəttidir, 3 bucağın orta xəttidir. İndi bizə ştrixlənmiş hissənin sahəsini soruşur. Ümumi trapesiyanın sahəsi, deməli, bu S1'dir də 3, yox, ümumi 4 olur. 4S1 üstə gəl 4S2 üstə gəl 4S3 oldu 80. S1 plus S2 plus S3. Bu da oldu 20. Bizdən də elə ştrixlənmiş hissə, yəni S1, S2, S3-cün cəmini soruşur. Doğru cavab oldu 20. 44'də. Oturacaqları cəmi 5, trapesiyanın kiçik diagonalının uzunluğu 3 olarsa, böyük diagonalının uzunluğu 4 olarsa, bu trapesiyanın sahəsini tapın. Şəkil çəkək. İndi bizə verib oturacaqları cəmi 5, kiçik diagonalının uzunluğu 3, böyük diagonalının uzunluğu 4. Kiçik diagonalı çəkirəm. Bunun uzunluğu 3'dür. Böyük diagonalın uzunluğu 4'dür. Bu oldu 3, bu da oldu 4. İndi baxırıq nəyə? Baxın, burada bizdən oturacaqları cəmini 5 verib. Tutaq ki, desəm bura A'dır. Bu oturacaq oldu B. Mən buradan böyük diagonala paralel bir düz xətt çəksəm. Baxın, buradan paralel bir düz xətt çəksəm. Onda bu paralellikdə olur 4. Buna da yazıram 4. Bura 4'dürsə A'nın qarşısı 4'dür. Yəni A'dır. Bura A'dırsa A'nın qarşısı da nədir? A'dır. İndi baxırıq. Bizə deyir oturacaqları cəmi. Yəni A ilə B'nin cəmini bizə verib 5. A üstə gəl B 5'dir. A üstə gəl B 5'dir. Onda bu hissə olur nə? 5. Bura 5'dir. Baxırsınız. Burada bir üçbucaq əmələ gəldi. Tərəfləri 3, 4, 5. Deməli bu nədir? Düzbucaqlı üçbucaqdır. Onda bura 90 dərəcədirsə, burada 90 dərəcədir. İndi bizə nəyi soruşur? Trapesiyanın sahəsini. Baxın, burada bir hündürlük var. Oturacaqlar var. Trapesiyanın sahəsini tapmaq üçün A üstə gəl B böl 2. Bunun qiyməti 5'dir. Bizə indi H-ı tapmaq lazımdır. H-ı necə tapıram? Burada katetləri 3, 4, hipotenozu 5 olan bir düzbucaqlı üçbucaq var. Mən həmin düzbucaqlı üçbucağa bir dənə hündürlük çəkeyim. Baxın, buradan bir hündürlük çəkdim. Bu oldu H. Tapa bilərəm də uşaqlar. Baxın, düzbucaqlı üçbucağın katetləri var. Hipotenozu var. Sahələrin bərabərliyinin alına bilər. Yəni, deyirik ki, 2'də 1 AB bərabərdir 2'də 1 CH. Buradan AB bərabərdir. CH üstürü var düzbucaqlı üçbucaqda. Yəni, indi mən yazıram. 3 vur 4 bərabərdir 5 vur H. H-ı tapmaq üçün 12'ni 5'ə böldük. 2/4. Deməli, sahəni də tapanda orta xətti 5'i bölürəm 2'yə, vururam 2/4'ə. O da oldu 5 vur 1/2. Trapesiyanın sahəsi oldu 6. 45-ci suala baxaq. Trapesiya ilə rombun hündürlükləri və sahələri bərabərdir. Deməli, trapesiyadır. Bu da rombdur. Deyək belə. Bunların hündürlükləri. Trapesiyanın oturacağını verib 2, 8. Rombun da hündürlüyünü verib H, tərəfi A. Hündürlüklər və sahələri bərabər. Trapesiyanın sahəsini tapmaq üçün 2'nin üstünə 8 gəlib bölürəm 2'yə vururam hündürlüyə. Rombun sahəsini tapmaq üçün tərəfi vurum hündürlüyə. Hündürlüklər eynidir. Qaldı 10 bölü 2, 5 bərabərdir A. Deməli, rombun tərəfi oldu A5. Perimetri soruşur. 5'i vurdum 4'ə oldu 20.
45'te cavab 20. 46-cı suala baxaq. Yenə eynidir. Trapesiyanın deməli oturacaqlarını verib bizə 6, 14. Bu da hündürlük məlum deyil. Rombun da bizdə nə var? Deməli rombu biz çəkdik. Rombun da tərəfi A, hündürlüyü H-dır. Trapesiyanın sahəsini tapmaq üçün oturacaqları topladım, böldüm, 2-yə vurdum hündürlüyə. Rombun sahəsi tərəfi vurdum hündürlüyə. Bu da getdi 20-ni 2-yə böldüm 10. 10 bərabərdir A-ya. A-nın qiyməti oldu 10. Rombun perimetrini soruşur 4A. Yəni 4'ü də vurdum 10'a. Cavab oldu 40. 47-ci suala baxaq. Şəkili çəkeyim. İndi baxın, bizə belə bir düzbucaqlı trapesiya veribdir. AC ilə BC 90 dərəcə bucaq altında kəsilir. D bucağı da 90 dərəcədir. Çünki düzbucaqlı trapesiyadır. DC'nin uzunluğu A'dır. AD'nin uzunluğu A plus 2'dir. AB'nin uzunluğunu 3A plus 1 verib. Ben buradan bir hündürlüğü indirdim. A'dırsa karşısı A'dır. Onda oturacaq ümumi 3A plus 1'dir. Onda bura qalır 2A plus 1. Hündürlüyü də A plus 2'dir. İndi biz bilirik ki H kvadratı emendüstürü var da düzbucaqlı üçbucaqda. Hündürlüyün kvadratı böldüyü hissələrin hasilinə bərabərdir. Bunu sadələşdirsək A kvadratı plus 4A plus 4. 2A kvadratı plus A kvadratı. 2A kvadratına A kvadrat çıxdım. A kvadratı qaldı. Bu A kvadrat eləcədir. A kvadrat A'dan 4A çıxdım. 3A çıxaq 4. Bunun da kökləri cəmi, yəni A1 plus A2 verdi bizə 3. A1 vuraq A2 oldu. Mənfi 4. Deməli bunun cavabı 4 və mənfi 1'dir. Mənfi 1 götürə bilmərəm. A'nın qiyməti oldu 4. A'nın qiyməti 4'dürsə, indi bizdən A'nın uzunluğu 4'dür. Bizdən trapesiyanın sahəsini tapmağı soruşur. DC onda oldu 4. A'nın uzunluğu 4'dürsə. AD oldu deməli 6. AB də oldu 4'ü 3'ə vurdum 12. Üstünə 1 gəldim 13. İndi trapesiyanın sahəsini hesablayaq. S bərabərdir 4 plus 13 bölü 2 vuraq 6. 17'ni vurdum 3'ə. O da oldu 51. Deməli trapesiyanın sahəsi oldu 51. 48-ci sual yenə oxşar sualdır. 48. Yine bize burada verip neyin uzunluğunu verip AD'ni verip A plus 2. DC A üste gel 6. Buradan bir hündürlüğü indirdim. Burada oldu A üste gel 6. Oturacaq AB'ni 2A plus 5 vermişti. Onda bura qalır A minus 1. Çünkü ümumi cəm olmalıdır 2A plus 5. İndi hündürlük də A plus 2'dir. A plus 2. İndi yazıram. A plus 2'nin kvadratı bərabərdir. A üstə gəl 6 vur A çıx 1. A'nın kvadratı plus 4A plus 4. A'nın kvadratı plus 6A minus A. Minus 6. A kvadratlar islah oldu. 4A 5A. Çıxdım qaldı A. Bu da oldu 10. A'nın uzunluğu 10'dursa indi baxırıq düzbucaqlı trapeziyada. D isə kiçik oturacaq oldu 16. AB böyük oturacaq oldu 2 vur 10 üstə gəl 5 25. Hündürlük AD. Hündürlük A üstə gəl 2 oldu 12. Sahəni tapmaq üçün oturacaqların cəmini, yəni 16 ilə 25'in cəmini yarısını vururam 12'yə. 16 ilə 25'in cəmi oldu 41. 41'i də 6'ya vurdum. 246. Sonra baxaq 49-cu suala. 49-cu sualda deməli düzbucaqlı trapesiyanın daxilinə çevrə çəkilib. Biz bilirik ki, qarşı tərəfdən cəm bərabər olmalıdır bu zaman. İndi bizə deyir ki, AB'nin uzunluğu 16'dır. AB şəkli buradan çəkeyim. Deməli, AB tərəfinin uzunluğu bizə verib 16. D bucağının kosinusunu verib 17'də 5. Mən onda buradan kosinüsü tapa bilərəm də hündürlüyü indirib. Biz bilirik ki, düzbucaqlı üçbucaqda kosinüs sayfanı tapmaq üçün bitişik katitini ipotenuza nisbətini götürürəm. Bitişik katit 15K'dır, hipotenuz 17K'dır. Bunu da Pifagora görə deməli CH tapa bilərəm. 289'dan 225 çıxanda qalır 64. Deməli bura oldu 8K.
Biz de deyirik ki 16 bərabərdir 8K-ya. Hündürlüklər bərabərdir. K oldu 2. K 2-dirsə biz bilirik ki bunun qarşı deməli K 2-dirsə buraya yazaq 34. Onda AB ilə CD-nin cəmi oldu 16 üstə gəl 34 50. Əgər bu ikisinin cəmi 50-dirsə oturacaqların da cəmi 50 olmalıdır. Onda bura oldu 15'i 2'ye vurduq 30. 30 olmaq üçün, bunun 50 olmaq üçün geri burada 10'un olsun. Çünki bunun daxilinə çevrə çəkilib. Baxın, daxilinə çevrə çəkilibsə qarşı tərəflərin cəmi bərabər olmalıdır. 16 ilə 34'ün cəmi 50-dirsə BC ilə AD-nin də cəmi 50 olmalıdır. İndi trapesiyanın oturacaqlar var, hündürlüyü var, sahəni tapıram. S bərabərdir. Deməli, oturacaqların cəmi 50'dir. Tapmadan da birbaşa bunlardan tapa bilərdim. 50'ni böldüm 2'ye, vurdum hündürlüyə. Hündürlükdə 8K'dır, yəni 16'dır. 25'i vururuq 16'ya. Oldu cavab 400. 50-ci sualda onun kimidir. Yenə düz bucaqlı, üç bucaqda hündürlüyü endirdim. O da oldu nə? D bucağının kosinusunu bizə verib deyim. Bura hündürlüyü endirdim. D bucağının kosinusu verib bizə 13'də 12. Deməli bitişik katet 12K'dır. Hipotenuz 13K'dır. Onda hündürlüyü olur 169 çıx 144. 169K kvadrat çıxaq 144K kvadratı. Hündürlük oldu 5K. Buranı tapdıq 5K. Hündürlük 5K'dırsa AB'də 5K'dır da AB'nin də uzunluğunu bizə vermişdi 10. Onda K oldu 2. K 2'dirsə burada yazıram 10. Trapesiyanın sahəsini tapmaq üçün qarşı tərəflərin cəmi biz dedik oturacaqlar cəmidir. Yəni çünki daxilinə çevrə çəkilibsə bu 10 üstə gəl 13K'dırsa deməli BC ilə AD-nin cəmi də 10 üstə gəl 13K'dır. Bunun yarısını vururam hündürlük 5K'ya. K'nın da qiyməti bizdə var da 10 üstə gəl 26 bölə 2 vuraq 10. 36'nı böldüm 2'ye vurdum 10'a. 360'ı da 2'ye böləndə 180. Biz niyə 10K ilə 13K'nı trapesiyanın sahəsini tapmaq üçün BC ilə AD-nin cəminə bərabər götürdük? Çünki onun dedik daxilinə nə çəkilib? Çevrə. Daxilinə çevrə çəkilibsə qarşı tərəflərin cəmi bərabərdir. 51-ci suala baxaq. Deməli, ABCD trapesiyasında AC diaqonalı BAD-nin tən böləni AB-nin uzunluğunu 8 verib bizə. Bu ABC üç bucağının sahəsinin trapesiyanın sahəsinin nisbətinin 5'də 2 olarsa AD-ni soruşur. Gəlin şəkil çəkək. İndi ABCD. AB tərəfinin uzunluğu 8. BAD bucağının tən böləndir. Onda bura alfa alfadırsa burada alfadır. Onda BC də oldu 8. Bizə deyir 3 bucaq ABC'nin sahəsini trapesiyanın ABCD trapesiyasının sahəsinə nisbətini tapın. Baxın, mən buradan ABC 3 bucağının hündürlüyünü çəksəm, belə çəkə bilərəm. Bunun hündürlüyü oldu H. Tərəfə çəkilmiş hündürlüyə görə ABC'nin sahəsini tapa bilərəm. S ABC bərabərdir 2'də 1 vur 8 vur H. İndi bir də mən trapesiyanın sahəsini tapmaq istəyirəm. Trapesiyanın sahəsini tapmaq üçün bu hündürlüklər bərabərdir. Burada H-dır. Bunun da uzunluğu H-dır. AD tərəfinin uzunluğu məlum deyil. Bura yazıram ADX. İndi trapesiyanın sahəsini tapıram. Trapesiyanın sahəsini tapıraq. S, A, B, C dedi bərabər. Oturacaqları cəminin, yəni 8 üstə gəl x-in yarısının hündürlüyü hasili. İndi bizdən bunların nisbətini soruşur. Bərabərdir. Sürətdə yazıram. 2'də 1 vur 8 vur x-in. Məxrəcdə 8 plus x bölə 2 vuraq h. Burada h-dır. Hündürlüyə nisbəti. Sahələrin nisbətini tapıram. Hündürlüklər getdi. 2'lər də getdi. Sürətdə qaldı 8. Məxrəcdə qaldı 8 plus x. Bunların sahələrin nisbəti 8 plus x-dir 8'dir. Sahələrin nisbətinin də qiymətini verib 5'də 2. Yazıram. 8 plus x-da 8 bərabərdir 5'də 2'yə. O da oldu 16 üstə gələ 2x bərabərdir 40. 2x bərabərdir 30, deməli 24. 2x oldu 24, x oldu 12. Bizdən elə bu trapesiyanın oturacağını soruşurdu. AD'ni də tapdım 12. AD oldu 12.
51 sonuncu sual uşaqlar. Sağ olun, salamat qalın.